Salam hörmətli izləyicilər, bugün yenə də sizə bir monitorinq sınağın izahını vermək istəyirəm. Bu monitorinq 6-cı sinif aiddir və yeni çərçivəyə uyğun, yeni tipli bir mətindir. Bunu da yenə Orxan müəllim tərtib etmişdi. Onun 5-ci sınağıdır ki, izah edirik, amma bizim kanalımızda daha çox monitorinq sınaqları vardır. İndi biz mətndən başlayaq. Birinci mətni oxuyuram. Qoca bağbanın vəsiyyəti. Qışın oğlan çağı idi. Kəndin kənarındakı kiçik daxmada tənha yaşayan qoca bağban Əlinin xəstəliyi şiddətlənmişdi. Ömrünü kəndin bərəkətli meyvə bağlarına həsr edən bu nurlu qocanın tək təsəllisi hər gün onun başının üstünü kəsdirən qonşu uşağı Bəxtiyar idi. Bəxtiyar bağbanın pıçıltı ilə dediyi hər sözü diqqətlə dinləyir, onun solğun üzündəki kədəri silməyə çalışırdı. Bir axşam Əli kişi gənc dostunu yanına çağırıb titrək əli ilə pəncərədən görünən qarlı təpəni göstərdi. Bəxtiyar, oğlum, o təpənin arxasında mənim gənclik illərimdə saldığım bir badam bağı var. Uzun illərdir ora baxımsız qalıb. Kolluqlar içində itib batıb. Kənd cəmaatı elə bilir ki, o bağ quruyub məhv olub. Lakin mən bilirəm ki, o torpağın canı hələ sağdır. Səndən son xahişim odur ki, yaz gələndə o bağı tapasan və oradakı ən qoca bağban ağacının daha doğrusu badam ağacının dibini havalandırasan, dedi. Baharın ilk nəfəsi kəndə çatanda qoca bağban artıq dünyasını dəyişmişdi. Bəxtiyar verdiyi sözü unutmamışdı. O, kəndin gənclərini toplayıb həmin gizli və unudulmuş təpəyə tərəf yola düşdü. Lakin təpəyə çatanda gənclər məyus oldular. Çünki qarşılarında yalnız qurumuş budaqlar, tikanlı kollar və illərin baxımsızlığından bərkiyib daşlaşmış bir torpaq sahəsi dururdu. Gənclərin çoxu qoca bağbanın sadəcə xəyal qurduğunu deyib geri qayıtmaq istədi. Bəxtiyar isə israr etdi və Əli kişinin vəsiyyətinə sadiq qalaraq bağın ən tən ortasındakı gövdəsi çatlamış ən iri badam ağacının ətrafını təmizləməyə başladı. Dostları onun bu inadkarlığını görüb ürəkləndilər. Hərəsi bir tərəfdən torpağı qazıb bərkimiş qatları yumşatmağa başladılar. Ağacın köklərinə hava və su sızdıqca sanki illərlə yuxuya getmiş torpaq yenidən nəfəs almağa başladı. Bir neçə həftə sonra kənd sakinləri böyük bir möcüzəyə şahid oldular. Hamının quruyub dediyi həmin o unudulmuş bağ, qoca ağacın köklərindən başlayan canlanma sayəsində bəmbəyaz çiçəklərə büründü. Bəxtiyar başa düşdü ki, Əli kişinin vəsiyyəti sadəcə bir ağacı xilas etmək deyilmiş. O, kəndin gənclərinə ümidsiz görünən hər bir işin arxasında belə böyük bir həyatın gizlənə biləcəyini öyrətmək istəyirmiş. Mətnimiz bu qədər. Əziz izləyicilər, indi isə suallarımıza keçək. Bu mətinə aid 10 sual vardır. İndi bir-bir biz suallarımızı oxuyaq. Mətnə əsasən Əli kişinin vəsiyyətini yerinə yetirmək üçün gənclərin qarşılaşdığı ilk faktiki çətinlik nə idi? İndi biz oxuduq uşaqlar. Onların birinci qarşılaşdığı çətinlik nə idi? Onlar həmin sahəyə gedəndə nə gördülər? Kənd sakinləri bağa getməsinə icazə verməməsi, belə bir şey yox idi. Badam bağının yerləşdiyi təpənin kənddə heç kimin tanımaması deyildi, yaz fəslinin gec gəlməsi deyildi. C bəndi, torpağın daşlaşmış, bağın isə qurumuş budaqlar və tikanlarla örtülü olması onları çaşdırdı və ruhdan salmışdı. Deməli, cavab oldu. Bir də C bəndi. Qeyd eləyək. C bəndi.
Keçək ikinci suala. Mətndəki hansı fakt Bəxtiyarın qoca bağbanla olan münasibətinin xarakterini birbaşa təsdiq edir? A bəndi. Bəxtiyar hər gün bağbanın başını üstünü kəsdirib onun sözlərini diqqətlə dinləməsi. Bəxtiyarın hər gün bağdan meyvə dərərək qocaya kömək etməsi. Belə bir şey yox idi. Əli kişinin öz bağına rəsmi olaraq Bəxtiyarın adını vəsiyyət etməsi deyil, qonşu uşaqlarının Bəxtiyarı bağbana qulluq etmək üçün məcbur etməsi, belə bir fakt yox idi. Orada A bəndidir cavab. Çünki A bəndində deyilir ki, Bəxtiyar hər gün bağbanın başının üstünü kəsdirirdi, yəni onun yanına gedirdi. Belə bir cümlə var idi. Yəni Bəxtiyar hər gün ona baş çəkirdi. Üçüncü sual. Üçüncü sualda isə deyilir ki, mətnin məzmununa əsasən hadisələrin düzgün ardıcıllığını müəyyən edin. Biz mətni oxuduq uşaqlar. Yenə də siz işləyərkən bir daha mətnə müraciət edin, bir daha mətnə baxın ki, dəqiq olsun. Mətnin deməli 1. Kənd gənclərinin inadkarlıq görüb ürəklənməsi və torpağı qazmağa başlaması, Əli kişinin Bəxtiyara qarlı təpənin arxasındakı unudulmuş bağı göstərməsi, hamının quruyub dediyi badam bağının bəmbəyaz çiçəklərə bürünməsi, qoca bağbanın vəfatından sonra gənclərin təpəyə tərəf yola düşməsi. Birinci olacaqdı hələ bağbanın sağlığında olan hissə, yəni 2. Çünki Əli kişinin Bəxtiyar qarlı təpənin arxasında unudulmuş bağı göstərməsi birinci budur. İkinci, qoca bağban vəfatından sonra gənclərin təpəyə tərəf yola düşməsi. İkinci olacaq 4. Sonra olacaq kənd gənclərinin inadkarlıq görüb ürəklənməsi və torpağı qazmağa başlaması. Sonra olacaq 1 və ən sonda hamının quruyub dediyi badam bağının bəmbəyaz çiçəklərə bürünməsi. Bu da olacaq 3. Yəni cavab oldu 2, 4, 1, 3. O da oldu B bəndi. Keçək digər suala. Digər sualımız 4-cü sualdır. Mətndən əsasən qoca bağban və badam bağı ilə verilmiş fikirlərdən biri səhvdir. Səhv olanı biz tapmalıyıq. A bəndi. Əli kişi vəsiyyətini edən zaman qış fəsli idi. Bəli, biz elə birinci cümlədə gördük ki, bu yəni mətnin əvvəlində qış fəslindən söhbət gedir. Qış fəslində o öz vəsiyyətini deyir Bəxtiyara. Bu doğrudur. Bizə lazımdır yanlış. C bəndi. Bəxtiyar bağa getməmiş, kəndin digər gənclərində özü ilə aparmışdı. Bəli, elə birbaşa hamısı birlikdə getmişdi. D bəndi. Badam bağındakı canlanma və çiçəklənmə qoca ağacın köklərindən başladı. Bəli, birbaşa köklərinə getdi. Orada həm nəfəs aldı, həm su sızdı. B bəndində isə deyilir ki, kənd cəmaatı badam bağının hələ də məhsuldar olduğunu, canının sağ olduğunu bilirdi. Xeyr, orada biz oxuduq ki, kənd cəmaatı elə bilirdi ki, artıq badam bağı çoxdan quruyub gedib. Cavab oldu burada B bəndi. 5-ci sual. Mətnin sonuncu abzasında verilmiş məlumatları ümumiləşdirsək, Əli kişinin vəsiyyətinin altındakı gizli mesaj nə idi? Gənclərin kənd təsərrüfatı işlərində daha çox təcrübə qazanmasını təmin etmək. Yəni, gizli mesaj deyəndə biz burada düşünməliyik ki, bu mətnin əsas ideyası nədir? Yəni, nə öyrədir oxuculara? A bəndi deyil. Sonra C bəndi. Kənddəki yaşlı nəslə gənc nəsil arasında torpaq mübahisələrinə son qoymaq. Belə bir fikir yoxdur. Badam çiçəklərini kəndə gətirəcək gözəlliklə hamını təəccübləndirmək deyil. B bəndində isə deyilir ki, ən ümidsiz, baxımsız görünən vəziyyətlərdə belə əzmkarlıqla nəticə əldə etməyin mümkünlüyünü öyrətmək. Biz bunu Bəxtiyarın timsalında gördük. Gördük ki, cavab oldu B bəndi. O, əgər kənd cavanları, gəncləri kimi ümiddən, yəni ruhdan düşsəydi və badam bağı heç bəlkə də canlanmazdı, eləcə də quruyub gedərdi. Amma onun əzmkarlığı nəticəsində artıq ağaclar həyata qayıtdı.
Keçək 6-cı suala. 6-cı sualda isə deyilir: gənclərin bağdakı mənzərəni görüb geri qayıtmaq istəməsi ilə Bəxtiyarın fəaliyyətini qarşılaşdırsaq, Bəxtiyarın xarakteri haqqında hansı dürüst nəticəyə gəlmək olar? Yəni, gənclərlə Bəxtiyar müqayisə edirik. A bəndi. O, dostlarının rəyinə heç vaxt hörmət etməyən inadkar biridir. Xeyr, burada biz görmürük ki, nə vaxtsa o onlara hörmətsiz yanaşıb. Sonra C bəndi. O sadəcə qoca bağban kənddəki nüfuzundan qorxan bir gəncdir. Onda heç bir qorxaqlıq görmədik mətndə. D bəndi. O fiziki işlərdə dostlarına daha güclü və dözümlüdür. Bu tam hardasa uyğun gələ bilər bəlkə də, amma biz bilmirik. Bəlkə oradakı cavanlar, gənclər ondan daha güclüdür fiziki cəhətdən. Onu deyə bilmərik. Amma B bəndində deyilir ki, o çətinliyi görən kimi ümidini itirən gənclərdən fərqli olaraq vəfalı və qətiyyətlidir. Vəfalıdır nəyə görə? Çünki o öz sözünün üstündə durmuşdu. Bağban ona vəsiyyət eləmişdi. Vəfalı olaraq öz sözünün üstündə durmuşdu. Qətiyyətlidir, yəni sözündən dönmür, inadkardır. Cavab oldu burada B bəndi. 7-ci sual. Mətnin 3-cü və 4-cü abzasları arasında hansı səbəb-nəticə əlaqəsi qurula bilər? Səbəb-nəticə əlaqəsinə baxırıq biz. 3-cü və 4-cü abzaslar arasında. Biz yenidən mətnə qayıdıb baxa bilərik, amma cavabları oxuduqca bizə aydın olur ki, bir dənəsi düzgündür. Birisi düzgündür, digərləri isə yanlışdır. A bəndi. Gənclərin çoxunun geri qayıtmaq istəməsi Bəxtiyarın işi tək başına bitirməsinə səbəb oldu. Düzdür, istəməsi doğrudur, amma tək başına bitirmədi. Çünki gənclərin çoxu geri qayıtmaq istədi, amma qayıtmadı, birlikdə işlədilər. Ona görə A bəndi yanlışdır. Torpağın daşlaşıb bərkiməsi Bəxtiyarın bağbana verdiyi sözdən imtina etməsi ilə nəticələndi. Xeyr. Yenə də torpaq daşlaşıb bərkimişdi, amma o Bəxtiyar sözünə imtina etmədi. D bəndi. 50 kişinin dünyasının dəyişməsi kənd gənclərinin badam bağını tamamilə yandırması yox, bu ola bilməz. Yəni elə bir şey ümumiyyətlə yoxdur. C bəndi. Bəxtiyarın vəsiyyətə sadiq qalıb, o bayaq dedi ki, vəfalı işə başlaması, dostlarının ürəklənib ona qoşulmasına və torpağı yumşaltmasına səbəb oldu. Bu tamamilə doğrudur. Bu fikir mətndə var. Mütləq uşaqlar mətnə istinad edin, mütləq mətnə baxın, tez-tez müraciət eləyin. Mətndə nə var, biz onu yazmalıyıq. Sonra keçək digər suala. 8. Mətnin 1-ci abzasında işlənmiş başının üstünü kəstirən ifadəsi kontekstə görə hansı mənaya uyğun gəlir? Kontekst deyəndə uşaqlar nə başa düşürdük? Yəni mətnə görə. Mətnə görə başının üstünü kəstirmək nə deməkdir? A bəndi. Birinin hərəkətlərinə nəzarət edib onu təhdid etmək, qorxuzmaq deyil. Belə bir fikir yoxdur. C bəndi. İcazəsiz olaraq başqasının mülkünə daxil olmaq yanlışdır. Ağır fiziki işlərdə qocaya maneçilik törətmək, belə bir fikir yoxdur. B bəndində deyilir ki, xəstə və ya köməksiz birinin yanında tez-tez olmaq, ona baş çəkmək. Bəli, başını üstünü kəstirmək bu mətndə bu fikrə gəlirdi. Amma digər başqa bir mətndə başqa mənada da işlənə bilər. Ona görə mütləq mətnə fikir veririk. 9-cu sual. Mətnin 4-cü abzasındakı torpaq yenidən nəfəs almağa başladı ifadəsi mətndəki hansı prosesi canlandırır? Torpaq yenidən nəfəs almağa başladı cümləsi hardaydı uşaqlar, yadımıza salaq. Bu badam ağaclarının köklərini yumşaldandan sonra torpaq nəfəs almağa başladı. Çünki əvvəl daşlaşmışdı, nəfəs ala bilmirdi. Cavablara baxaq. Hansı prosesi canlandırır? A bənd. Havaların istiləşməsi və torpaqdakı qarların buxarlanması deyil. Daşlaşmış qatların qazılması sayəsində ağacların köklərinə hava və suyun sızması. Bəli, bu tamamilə doğrudur. B bəndi.
Çünki onlar qazdılar qatları və torpaq yumşaldı, ağacın köklərinə hava və su sızdı. Kənd sakinləri tərəfindən bağa yeni gübrələrin tökülməsi fikri yoxdur. Badam ağaclarının gövdəsindəki köhnə çatların öz-özünə qapanması fikri yoxdur. Cavab oldu burada B bəndi və sonuncu sual açıq sualdır. Mətnin 3-cü abzasında kənd gənclərinin bağı quruyub məhv olduğunu zənn etmələrinə rəğmən 4-cü abzasda Bəxtiyar və dostlarının torpağın altında həyatın hələ də davam etdiyini, yəni torpağın yenidən nəfəs aldığını görmələrinə səbəb olan iki konkret faktiki fəaliyyəti mətndən seçərək yazın. Yəni də keçən monitorinq sınaqlarında da sizə qeyd etmişdim ki, açıq suallar uşaqlar mütləq yazın. Çünki asan olur. Siz mətn içindən götürüb bura yazırsınız. Özünüzdən yazmırsınız. Mütləq mətndən istifadə edib həmin faktlar soruşulsa faktları yazırsınız. Burada 2 dənə fakt soruşulur. Əgər siz bir fakt yazsanız tam bal almayacaqsınız. Ona görə çalışın 2 faktın ikisini yazın. Artıq yaza bilərsiniz, amma ehtiyac yoxdur. 2 dənə varsa 2 dənə də fakt yaza bilərsiniz. İndi bu 3-cü və 4-cü abzaslara baxır. Demək, 3-cü abzaslarda kənd gənclərinin bağın quruyub məhv olduğunu zənn etmələrinə rəğmən. Biz gördük ki, bir də mətnə bir daha qaydaq. Biz gördük ki, mətndə 3-cü abzasda baxın, gənclərin çoxu qoca bağbanın sadəcə xəyal qurduğunu deyib qayıtmaq istədi. Yəni onlar gördülər ki, budaqlar quruyub, torpaq daşlaşıb, amma buna rəğmən 3-cü abzasda nə gördük? Gördük ki, artıq torpaq nəfəs almağa başladı. Bunun üçün hansı faktlar yaza bilərik? Yaza bilərik ki, Bəxtiyar torpağı yumşaltmağa başladı. Torpaq yumşaldıqca ağacın köklərinə su sızmağa başladı. Ağacın kökləri, torpaq nəfəs almağa başladı. Belə bir fikirlər yazsanız doğrudur. Yenə deyirəm, buradan bu 3-cü abzasdan fikirləri götürüb açıq suala yazsanız tam doğru bal olacaq. Bu oldu uşaqlar 1-ci mətnimiz və 10 dənə sualı. 2-ci mətn isə informativ mətindir. Adı isə bədənimizin gizli parolları adlanır.